Herkese salam dostlar. Bu dərsimizdə sizə indikator haqqında danışacağam. Hansı ki bu indikator bir neçə indikatorun birləşməsindən əmələ gəlir və sizə gün ərzində alacağınız nöqtələri, satacağınız nöqtələri işarə edə bilir və bazarın yönündə ən əsas məsələ göstərir. Ancaq bu indikator buradakı yəni insanların bu əlavə elədiyi və yaxud da ki TradingView-nun özünün əlavə elədiyi indikator deyil. Biz bunu kodla əlavə eləyəcəyik. Həmin o kodu da mən sizə hər birinizə göndərəcəm. Kimlər ki soruşacaq məndən VIP qrupda, mən hər kəsə bu kodu göndərəcəm və həmən siz bu kodu istifadə edərək TradingView-nuzda elə bir görünüş yaradacaqsınız ki, həqiqətən də sizdə bütün bu indikatorların birləşib sizə siqnal verəcək ki, məsələn buradan alış eləyə bilərsiniz, buradan satış eləyə bilərsiniz. Ancaq hər nöqtədən giriş eləmək olmaz. Mən də sizə burada qaydaları izah edəcəm ki, hansı qaydalara riayət edib o qaydalar olarkən indikatorun dediklərini eləsəniz daha çox uğurlu ola bilərsiniz. Mən indi sizə bunları izah edəcəm. İlk öncə amma gəlin indikator əlavə eləyək. İndikator əlavə eləmək üçün bizə həmən o kodlar lazımdır ki, hansı ki həmən kodu mən əlavə eləmişəm. Öz kompüterimdə artıq var və kopyalayıram həmən kodu. Gəlin istəyirsiniz mən həmən o kodu da sizə atacağım. Amma ondan qabaq da gəlin burada indi sizə göstərim. Məsələn qrafik bu cür oldu, düzdür? Hər şey hazırdır, bu şəkildə görünür sizdə. Gəlirsiniz burada Pine Editor var, aşağıda yazılır. Pine Editor, baxın bu şəkildə yazılıb. Gəlirsiniz bura, burada nə yazılıbsa hamısını Ctrl A eləyirsiniz, sonra silirsiniz hamısını. Ondan sonra sizə göndərəcəyim kodları Ctrl Copy eləyirsiniz və Ctrl Paste eləyirsiniz bura. Bu şəkildə. Ondan sonra buradan Add to Chart eləyirsiniz. Elədikdən sonra burada Publish Indicator eləyirsiniz və Add to Chart eləyirsiniz və beləliklə həmən indikator sizin ekranınızda yansımağa başlayır. Gördüyünüz kimi hal-hazırda bütün alış-satış nöqtələri görünür. Məsələn, harda almaq, harda satmaq. Amma burada bəzi şeylər var ki, məsələn, siz ola bilməsəniz ziyan eləyə bilərsiniz. Mən həmən o lazım olan bilgiləri sizə verəcəm. Hansı ki, o bilgiləri bildikdən sonra siz rahatlıqla istifadə eləyə bilərsiniz. Məsələn, bu indikatoru girişlərinizdə, çıxışlarınızda, yəni rahatlıqla gün ərzində profit eləyə bilərsiniz. Ancaq dediklərimi diqqətlə qulaq asın və qeyd edin ki, əgər mən bu indikatorunu işləyəcəmsə, bu qaydalara uyğun hərəkət edəcəm. Həmən bu qaydaları da sizə bir-bir indi izah eləyirəm. İlk növbədə burada giriş eləmək üçün sizə 3 dənə confirmation lazımdır. Birinci confirmationımız, burada görürsünüz, bu nə yazılıb? 15 dəqiqəlik bearish, 1 saatlıq bearish, 4 saatlıq bullish, 1 günlük bullish. Bu deməkdir ki, bu indikator özü qərar verir ki, 1 günlük şam sizə bazarın bullish olduğunu xəbər verir. 4 saatlıq şam bazarın bullish olduğunu xəbər verir. İnanmırsınızsa gəlin baxaq. Məsələn, 1 günlüyə qoyanda bunlar ümumi trendə baxırlar. Görür ki, 1 günlük gördüyünüz kimi qalxan trenddir. Fikirləşirlər ki, hal-hazırda bazar 1 günlükdə bullishdir. Eyni zamanda 4 saatlığa da çevirirlər. 4 saatlığa da çevirəndə görür ki, bazar bullishdir, uptrenddir. Okay? Amma 1 saatlığa çevirəndə görürlər ki, artıq bazar bearishə çevrilir və bazar düşüşə doğru gedir. Gördüyünüz kimi bu şəkildə. Və qərar verirlər ki, 1 saatlıq time frame artıq düşüşdədir. Eyni zamanda da 15 dəqiqəlik. Əgər 1 saatlıq zaten bearishdirsə, deməli 15 dəqiqəlik də bearishdir. Və bunlar deyir ki, 1 günlük bullish, 4 saatlıq bullish, 1 saatlıq bearish və 15 dəqiqəlik bearishdir. Yəni bazar hal-hazırda əslində neytraldır. Amma yəni biz burada ən birinci həmişə götürməliyik. Məsələn, 1 günlük 4 saatlığı özümüz üçün, yəni əsas əgər böyük swing trade edirsə, məsələn 1 günlük və 4 saatlığı bullish kimi götürə bilərik. İndi məsələ nədir? Biz bəs yaxşı hardan giriş edəcəyik? Burada o qədər xətlər var, o qədər girişlər var. Ümumiyyətlə baxın, görürsünüz burada gəlib indi isə buranı düşür, yəni də qırmağa çalışır. Biz əgər buradan bay eləmiş olsaydıq, biz burada ziyanda olacaqdıq axı. Amma belə bir məsələ var. İndi mən sizə həmin o qaydaları bir izah elədikdən sonra siz hər şeyi başa düşəcəksiniz. Baxın, buradakı bu indikatorda ən azı 2 yox və 2 dənə olmağı neytral deməkdir. Yəni bazar bilmir, düşsün, qalxsın. Burada ən azı 3 dənə, bu bias 3 dənə olmalıdır. Məsələn, əgər bazar bearishsə, bu ən azından bu 4 saatlıqda bearish olmalıdır ki, siz giriş eləyə biləsiniz. Və yaxud da əgər bazar bullishdirsə, ən azından bu 1 saatlıq da bullish olmalıdır ki, siz bazarda bay axtarasınız. Deməli nədir? Biz buraya indi yazırıq. Birinci confirmation 3 bullish
ki 5. Okay. İkinci confirmation nədir? İkinci confirmation isə baxın burada bu order blok yaradır. Məsələn burada deyək ki, görürsünüz. Baxın burada gəlir məsələn buradan yaradır ki, buradan qalxış oldu. Əgər bura bir də gələrsə, bura sizin üçün buy nöqtəsidir. Siz gəlib burada artıq baxın, buradan başlayaraq buy eləmiş olsaydınız, qiymət sizə bura qədər verəcəkdir. Məsələn, gəldi 180-ə qədər, 180-dən qalxdı, 193-ə qədər profit verdi və bitirdi. Bu siqnal artıq sizin üçün bitmiş sayılmalıdır. Bir dəfə sizə buy verdisə, qutardı, getdi. Siz artıq buradan ikinci dəfə girməli deyilsiniz. Əgər ikinci dəfə girsəniz, baxın bu vəziyyət yaranacaq. Yaxşı ki, elə düz üstünə düşmüşük ki, siz hal-hazırda bu vəziyyəti görürsünüz ki, məsələn, ikinci dəfə girmiş olsaydınız, nələr baş verə bilərdi. Belə, ikinci confirmation nədir? Hər nöqtəyə sadəcə bir dəfə giriş edə bilərsiniz. Okay. İkinci confirmation hər nöqtəyə sadəcə bir dəfə giriş edə bilərsiniz. Hansı ki, bayaq izah elədiyim kimi, məsələn, buradan girmiş olsaydınız, profitinizi götürəcəydiniz və çıxacaqdınız. Və beləliklə bu qədər belə stres eləməyəcəydiniz, gördüyünüz kimi düşür. Və deyək ki, okay, birinci confirmationımız var, 3 dənə bullish var burada. Eyni zamanda ikinci confirmation da var, yəni həmən nöqtəyə birinci dəfə də gəlir. Ora birinci dəfə gəlir deyə, bəs üçüncü confirmationdadır. Üçüncü confirmation isə buradakı bu faiz var, bu faiz 20%-dən artıq olmalıdır. Üçüncü confirmation 20%-dən artıq. Okay. Ola bilər, məsələn 5% yazılmış olsun, məsələn burada 16%, 100% gələcək, məsələn buradan da reaksiya alıb qalxacaq, düzdür. Amma bu o demək deyil ki, yəni sizin qazanma şansınız olur. Necə ki izah eləmişdim, probability məsələsi var idi. Bax həmən məsələ. Bura gəlib məsələn 16% göstərir də, düzdür. Yəni müəyyən başqa setuplarla da bunları birləşdirib görə bilərsiniz ki, 16% məsələn buradan giriş üçün azdır. Həm də eyni zamanda bearish, bullish, plus bazar da bura qədər gəlsə, artıq ola bilər ki 4 saatlıq da bearishə çevrilsin. Və siz buradan baxmayaraq ki, bu 16% giriş biraz sizin üçün təhlükəli ola bilər. Əslində indi hal-hazırda ən qəşəng giriş nöqtəsi hara ola bilər? Burada məsələn hansısa bearishə çevrilərsə, siz buradan retest gözləyib buradakı hansı nöqtədən giriş edə bilərsiniz. Məsələn, əgər bu nöqtə qırılsa, aşağılara düşsə, artıq məncə buranın sell nöqtəsinə çevirəcək bu indikator. İndi bəs yaxşı, biz bunları bildiksə, məsələn 3 confirmation varsa, birinci confirmation 3 bullish'in olmağı ya da 3 bearish'in olmağıdır. İkinci confirmation hər nöqtəyə sadəcə bir dəfə dəyməlidir. Üçüncü confirmation 20%-dən artıq olmalıdır. Okay. Bəs başqa, yəni hansı time frame-də işlədək bunu? Çünki baxın, görürsünüz, bunu mən 1 saatda da qoysam, 1 saatlıqda da başqa nöqtə verəcək mən buy üçün. Görürsünüz, baxın burada 4160-dan böyük birinə buy zonası var. Göstərir ki, buradan buy eləyə bilərsiniz. Yəni nə bilim 4 saatlığa qoysam 4 saatlığa göstərəcək, prosto orada zona lap böyük olacaq. Yarım saatlığa qoyanda yarım saatlıqda başqa nöqtə vermiş ola bilər. Görürsünüz, başqa nöqtə verdi. Bəs biz yaxşı hansından istifadə edə bilərik? Əgər bu dediyim 3 confirmationu birləşdirmişiksə, ondan sonra siz 5 dəqiqəlikdə ya da 15 dəqiqəlikdə rahatlıqla scalp eləyə bilərsiniz. Okay. Baxın, məsələn, deyək ki, gəlmişdi bayaq 5 dəqiqəlikdə bura qədər. Siz buradan giriş eləmişdiniz. Məsələn, 4190-dan 4185-ə qədər məsələn giriş eləmişdiniz. Ondan sonra məsələn bazar gəldi 4193-ə qədər qalxdı. Həmən buradan reaksiyasını aldı. Çünki birinci dəfə idi, qalxmışdı, gəlmişdi bura indi. Buradan gəldi, birinci dəfə knopka reaksiyasını verdi və uçdu göyə. Eyni zamanda ikinci dəfə də görürsünüz, gəldi reaksiyasını verdi. Bu indikator işləyən dünyada çox insanlar var. Eyni zamanda buradan da çox adamlar yüklənir. Buradakı faizlər nədir, K-lar nədir? Onu da sizə izah edeyim. Bu likvidlikləri göstərir. Ondan sonra məsələn insanların stoplarını, take profitlərini və s. onların hamısını hesablayır və deyir ki, buradan məsələn giriş eləyə bilərsən, yəni buradan çıxış eləyə bilərsən. Belə, bəs yaxşı, burada bu yaşıl, bu qırmızı məsələsi nədir? Əslində qaydaya qalanda siz burada məsələn bu qiymət gələndə bura, bax bu ortadan xətt çəkiblərə, baxın buradan bura, gözüm biraz buram bölüm, rahat izah eləyə bilim. Məsələn buradan hamısına layerlər eləyə bilərsiniz. Buralardan öncə az layer eləyəcəksiniz. Məsələn çox yüklənməyin adı yoxdur. Çünki gəlib əgər buradan reaksiya qalxmırsa, demək burada biraz təhlükə olmuş ola bilər. Başa düşdünüz ki, buralardan az girmək lazım, balaca az. Ondan sonra baxırsınız.
Ondan sonra baxırsınız, məsələn, bu yaşıl məsələsi var, bu yaşıl. Bu yaşıl əslində giriş nöqtələridir, okey? Bu qırmızılarda isə artıq stop loss'a doğru getdiyinizin fərqinə varmaqdır məsələ. Yəni məsələn mən stop loss'a doğru gedirəm artıq. Mən siz onun yəni ziddiyyətinə varmağınız üçün məsələn qırmızı qoyublar ki, məsələn siz buralarda fikirləşməlisiniz ki, yəni burada nəsə çətinlikçilik var da, yəni reaksiyasını zəif aldı. Okey? Məsələn bu qırmızıda hazırlaşırsınız stop olmağa. Amma məsələn gözləyə bilərsiniz. Buradan məsələn ən azından gəlir bəzən elə olur ki 20-30 pips. Baxın, bu əslində 185-dir, düzdür. Burada olsa zon azdır da. 189-dan 185-ə qədər girişdir. Sizin məsələn 185-dən də hardasa bir 50-60 pipsdə məsələn icazə versə stop loss üçün. Baxın stopunuz da məsələn olsa burada. Baxın burada. Məsələn burada görürsünüz burada qırılım var. Baxın bu gəlib buradan qalxın. Stopunuzu da həmişə buradan saxlaya bilərsiniz. Məsələn əgər bura qırılarsa, deməli artıq bu setup failed. Okay, başa düşdünüz. Məsələn əgər bu dəstək qırılmış olarsa, hansı ki baxın burada görürsünüz. Baxın görürsünüz. Bu hissə artıq bu smart money şeyində göstərir ki, məsələn break of structure'dır, ondan sonra change of karakterdir. Məsələn hamısını göstərir ki, məsələn buradan artıq qırılım ola bilər. Siz əgər stopunuzu buradan qoymuş olsaydınız, gözləyirəm bu biraz səliqəsizlik oldu. Bax, məsələn siz əgər buradan gəlib stopunuzu buradan götürmüş olsaydınız, ilk 5 dəqiqəliyin qırılımından məsələn götürmüş olsaydınız, məsələn düz gördüyünüz kimi düz stop nöqtəsindən qalxacaq da əksinə yuxarıya qədər. Yəni gözləyəcəyiniz yer bura qədərdir, okey. Bəs yaxşı take profitimiz hara qədər olsun? Take profitiniz də bura qədər ola bilər. Məsələn, sizin burada əgər içini giriş nöqtəniz buradırsa, 189-dursa, bundan 30-40 pips yuxarı, 30-40 pips yuxarı, 189-dursa, deməli 92-yə qədər gözləyə bilərsiniz. Məsələn 92-93. Bura qədər sizin üçün tepedir. Okay. Yəni buradan gəlirsiniz, burada break-even eləyirsiniz. Yəni pis nöqtələrinizi bağlayırsınız, yaxşı nöqtələrinizi break-even saxlayırsınız. Ondan sonra bırakırsınız. Bəlkə ola bilər ki, tepe yeri, ən yüksək tepe yeri məsələn digər break-off structure-a qədər gələ bilər. Məsələn mən inanıram ki, məsələn bu indi 188-dədir, bu ola bilər gəlsin bura qədər dəysin. Dəysin burada hamı tepe olsun belə. İstəyirsinizsə gəlin biləndə qrafikə birdən ümumi baxaq belə. Mən indi sizə bunların nə cür yarandığını göstərmək istəyirəm. Replay eləyəcəm. Tam bilinmədiyim bir yerə qoyacam bunu. Start new bilən belə eləyək. Göstərim sizə. Siz özünüzdə də məsələn geri çəkin, baxın, görün ki, həqiqətən də bu qrafik işləyibmi yoxsa yox. Məsələn 5 dəqiqəlikdə indi hal-hazırda. Baxın bura indi burada bazar yenə yarı-yarı olub. Bearish, bullish. Əslində buradan girişlər çox təhlükəlidir. Amma məsələn buraxaq görək indi hələ ki görə bizə nələr göstərəcək. Əgər orada görə şey dəyişəcəkmi yoxsa yox. Görürsünüz, məsələn, gəlir bura toxundu və buradan toxunan kimi aşağı düşməyə davam edir. Məsələn, bazar yarı-yarı idi, okey. Orada biraz confirmationımız zəif idi, amma burada 20% var idi və gəldi, gördüyünüz kimi toxundu 58-dən və 51-ə qədər düşdü. Eyni zamanda gəldi, artıq ikinci dəfə idi, orada toxundu, oranı qırdı. İndi məsələn, bura görürsünüz, bazar 3 dəfə bullishdir, burası 13%dir, buranı qırmağa doğru gedəcək. Görürsünüz, amma yenə də reaksiya altından yuxarıdaşına reaksiya aldı, amma aşağıdaşını qırdı, sonra yuxarıdaşını qırdı. Eyni qaydada. Görürsünüz, bazar öncə bullishdir. Biz indi nə etməliyik? Buradan gözləməliyik ki, qiymət gəlsin bura, buradan dəysin, qalxmağa davam etsin. Çünki artıq görürsünüz, 3 dənə bullish var burada. Görək qaydacaqmı oraya heç ümumiyyətlə? Bazar bullish olduğuna görə üst dəfə, baxın, burada öz üçün təzən bilən yenə giriş nöqtəsi yaratdı sizə. Gəldi bura, buradan toxunan kimi qalxmağa davam edir. Toxunan kimi və raketini göndərdi. Görürsünüz artıq buradakı o sel nöqtəsini bu yəni ciddiyə almır. Çünki burada ancaq bazar bullishdir. Tapbatara bu sel nöqtələrini vurur gedir. Siz sadəcə oranı, o hissələri tepe kimi istifadə edə bilərsiniz. Bu qaydada. Görürsünüz necə işləyir. Baxın, gəldi burada yenə yaratdı giriş nöqtəsi düzdür. Gəldi bura qədər, buradan qalxdı yuxarı. Amma baxmayaraq ki bu 7%. Bazar hamısı bullishdir. Amma 7%-dir. Buradan giriş məsləhət görülməzdir. Çünki 20% üzərində deyil. Biz məsələn gözləyə bilərik ki, buradan gəlsin buralara 17%-də ev yoxdur, pis deyil. Bazar polnu bullishdir. 4-ü də bullishdir, görürsünüz. Yəni burada artıq sel nöqtəsi yox, bullish nöqtəsi axtarmaq lazımdır. Hansı 20% nöqtəsinə də baxmaq lazımdır. Baxaq görək.
Aha. Baxın bir dənə qəşəng buluş, bir dənə bay nöqtəsi yarandı burada məsələn. Görək indi oradan nə reaksiya alacaq. Gördüyünüz kimi gəldi, oranı baxmayaraq ki qırdı, yəni amma yəni bəlkə reaksiya aldı geriyə. Bir saniyə. Bunu yavaş-yavaş göstərməliyəm sizə. Hayda. Sən həmən o yerindən yaransın. Hə. Bax indi. Bax gəldi. Əslində burada artıq bir neçə verib. Gəlib 117-yə, 117-dən qalxıb 128-ə qədər. Artıq 100 pipsini vermişdi burada. Ancaq bir dənə bizə yəni maraqlıdır ki, bu hardan görürsüz, gəlir bura qırır. Bax buradan da aşağıda baxaq görək hardadır ən son. 5 dəqiqəliyin dəstəyi budur da. Amma bura qırılım deyil. Əslində bura olmalıdır. Stop loss o da çox aşağı olar. 150 pips edir. Çoxdur. Ona görə elə ən yaxşısı birinci 5 dəqiqəliyin dəstəyinə qoymaq mümkün olar. Məsələn, baxaq görə bunu stop eləyəcəkmi? Eləmədi stop və buradan qalxmağa davam elədi. Gördüyünüz kimi. Baxın, raketləndi buradan. Bu şəkildə. Bazar polnu bulishdi və siz oradan da qəşəng profit götürə bilərdiniz dostlar. Bu cür bu qaydadadır. İndi sizə bu indikatorun kodunu VIP-də göndərəcəm. Əgər bu videoyu gec görürsünüzsə, başqa bir izləyici görürsə, bizi tanımırsa, bizə Telegramda yazsın, adminə yaza bilər və biz ona kodu göndərərik və o da öz qrafikini əlavə edib bazarı bu cür hər gün soya bilər dostlar. Hər kəsə uğurlar arzu edirəm. Bizim məqsədimiz Azərbaycanda hər kəsin trade-də uğurlu olmasıdır. Ona görə əlimizdən gələn hər şeyi sizə əsirgəmirik. Nələr bacarıqsa kömək eləyirik ki, siz də qazanasınız. Bu cür bu qaydada dostlar. Confirmationları unutmayın. Bazarı düzgün idarə edin, psixologiyanızı düzgün idarə edin və profit edin. Hər kəsə uğurlar. Kommentdə suallarınız varsa qeyd edə bilərsiniz. Hər birinizə cavab yazacağam. Təşəkkürlər.